Ötən tədris ili Naxçıvan Muxtar Respublikasında olduqca uğurlu rəqəmlərlə geridə qalmışdır. Belə ki, buraxılış imtahanlarında şagirdlərimizin uğurlu nəticələri, ümumi orta bal göstəriciləri və maksimum bal göstəriciləri məktəblərimizin nailiyyətlərini və şagirdlərimizin nailiyyətlərini olduqca müsbət ifadə etmişdir. Qeyd etmək istəyirəm ki, istər 9-cu siniflərin buraxılışında, istərsə də 11-ci siniflərin buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərimiz olmuşdur. Belə ki, 11-ci siniflərdə 2 şagirdimiz maksimum bal, 9-cu siniflərdə də 1 şagirdimiz maksimum bal toplamışdır. Eyni zamanda blok imtahanlarında yekun nəticələri elan olunduqdan sonra inanırıq ki, regionumuzun, Muxtar Respublikamızın şagirdlərinin uğurlu nəticələri ölkə üzrə sıralamada ilk yerlərdə olacaq. Yəqin ki, mətbuatdan izlədik, dövrü mətbuatda yaxın günlərdə elan olundu. Dövlət İmtahan Mərkəzinin ötən tədris ilinə aid hesabatında buraxılış imtahanlarının orta bal göstəricilərinə görə Naxçıvan Muxtar Respublikasının nəticəsi ölkə üzrə ən yaxşı, ortalama nəticəsi ölkə üzrə ən yaxşı nəticə olmaqla birinci yerdə yer almışdır. 9-cu siniflərdə də bu ikinci və ilk beşlikdə olmaqla qərarlaşmışdır. Beləliklə, Muxtar Respublikamızda sadəcə qəbul buraxılış imtahanı deyil, ən əsası isə olimpiyada nəticələrinə görə də yüksək nəticələr olmuşdur. Bu tədris ilində olimpiyada nəticələrimiz ötən ilin nəticələri ilə müqayisədə 100% artım olmuşdur. Qızıl, gümüş və eyni zamanda bürünc nişanlarla medallar əldə edən şagirdlərimiz olmuşdur. İnformatika fənnindən isə Babək rayonu Hacıvar kənd məktəbinin şagirdi Əzim Əzimzadə qızıl medal qazanmışdır. Ötən tədris ilində, geridə qoyduğumuz tədris ilində Muxtar Respublikamızda məktəblərin infrastrukturu ilə də bağlı xeyli işlər görülmüşdür. Tədris ili ərzində yeni məktəb istifadəyə verilmişdir, Hacıvar kənd tam orta məktəbi. Hal-hazırda Nehrəm qəsəbə 3 saylı məktəbin tikinti işlərinin tamamlanması və yeni tədris ilində isə istifadəyə verilməsi nəzərdə tutulur. Növbəti illərdə də müxtəlif şagird nailiyyətlərinin artırılmasına bağlı planlarımız var. Xüsusilə artıq ölkədə tətbiq edilmiş tam orta məktəb layihəsi çərçivəsində təmayül tədris məktəblərinin formalaşması Naxçıvan Muxtar Respublikasında da tətbiq ediləcək. Təmayül tədris məktəbləri layihəsinə keçid, orta məktəblərimizdə, yuxarı siniflərdə şagirdlərimizin ixtisas seçimlərinə uyğun olaraq məktəblərimizdə hazırlıq siniflərinin formalaşmasını təmin edəcək. Təmayül tədris məktəblərində şagirdlər xüsusi tədris planı ilə ali məktəblərdə hədəflədikləri ixtisasa uyğun hazırlaşa biləcəklər və bütün tədris planı da bu imkanları həll edəcək.